Bismillahirrahmanirrahim. Biz hədislərə baxanda, Peyğəmbər və Əhl-i Beytdən nəql olunan hədislərə baxanda həm səxavətli insanın, həm paxıl insanın xüsusiyyətləri haqqında çoxlu hədislər var ki, həm səxavətli insanın xüsusiyyətləri, əlamətləri və eyni zamanda paxıl insanın da xüsusiyyətləri və əlamətləri haqqında çoxlu sayda hədislər var. Hədislərin birində Həzrəti İmam Rıza əleyhissalam buyurur, deyir, Əs-səxiyyu yə'kulu min ta'amin nəs liyə'kulu min ta'ami. Bir səxavətli insan odur ki, insanların yeməyindən yer ki, insanlar da onun yeməyindən yesin. Vəl-bəxilu lə yə'kulu min ta'amin nəs liəllə yə'kulu min ta'ami. Paxıl insan isə odur ki, insanların yeməyindən yeməz ki, insanlar da onun yeməyindən yeməz. Bu hədisin mənası nədir? Bəzən insan bir yerə gedəndə, təsadüfən də olsa bir yerə gedir və getdiyi yerdə süfrənin üzərinə çıxır və insanlar orada yemək yeyir və buna təklif olunur, səxavətli insan o yeməkdən yeyər. İmam əleyhissalam onu bildirir ki, yəni səxavətli insan insanların yeməyindən yeyər ki, sabah da insanlar onun təamından yesin, utanmasın. Amma paxıl insan odur ki, getdiyi yerdə bir insanın ona təklif etdiyi yeməkdən yeməz, sabah həmin insan onun evinə gələndə utanar, xəcalət çəkər ki, o mənim evimdə yeməyib, mən də onun evində yeməyim. İmam əleyhissalam bizə onu bildirir ki, yəni səxavətli insanın xüsusiyyətlərindən də biri odur ki, insanların yeməyindən yeyər ki, sabah da insanlar onun yeməyini yeməkdən utanmasın. Amma paxıl insanı odur ki, o insanların yeməyindən yeməz ki, sabah da insanlar onun yeməyini yeməkdən utanar, xəcalət çəkər.